gözəl apa var. Akşamı. VIP. Ya. Mangal hələ istidir. Bunlar elə durublar. Burada hər şey var, Ürək. Var. Bunlar hər şey istəyir. Ha, bildirçin de var. Ne şey yaraştırıyor Günay sana? Number one. Azerbaijan number one. Azerbaycan. Azerbaijan. Bir şey eləyirsənsə axıra qədər elə. Özüm elədim. O pulla değil gaga, başına dön. Ya vereyim. Ama yok da o pulsuzdur. Pulsuz da bana vereceğim. Yaxşı. Təsəvvür edirsiniz ya, bütün ailədə hamı bu tərəfə baxar, Davud başqa tərəfə. Bax bizdə belədir. Davud bax sən də görsün. Herkes bir yana, sense bir yana, benim günahım eyli, aleyli leyli leyli. Sağlıqda başlayırdım mahnını yadımda. Bunu gene biz daldan çekip belə çekeyim, bak belə. Davud, maraqlıdır. Bu dəfə Misir bambaşqa idi. Çünki Günayla gəzdiyimiz yerləri indi balalarımızla kəşf edirdik. Dördümüz üçün də unudulmaz səyahət məhz Nil çayının sahilində başladı. İlk dayanacağımız Böyük Misir muzeyi oldu. Min illərlə yaşı olan heykəllər, fironların xəzinələri. Amma ən maraqlısı uşaqların reaksiyası idi. Davud hər gördüyü fiqur haqqında suallar verirdi. Dilavər isə hər detalı maraqla izləyirdi. Elə bil tarix kitabının səhifəsinin arasında gəzirdik. Ona bax. Bu gəminin 5000 yaşı var. Bugün piramidalardayız. Sonra isə uşaqların ən çox gözlədiyi an gəldi. Səttərlərlə. Ama seninle. Piramidaları görəndə hamımız bir neçə saniyə sadəcə dayanıb baxdıq. Davudun heyrəti, Dilavərin sevinci, Günayın təbəssümü, o an başa düşdüm ki, səyahətin ən gözəl tərəfi bu anları birlikdə yaşamaqdır. Min illərdir ayaqda qalan bu möcüzələri övladlarının gözündə görmək tamam başqa hiss imiş. Səyahətimizi isə qədim Misirin ən maraqlı işlərindən biri ilə tamamladıq. Papirusun necə hazırlandığını öz gözlərimizlə gördük. Min illər əvvəl tarix məhz bu bitkinin üzərində yazılıb. Bugünsə biz o tarixin necə yarandığını canlı izlədik. Səyahətin ən maraqlı tərəfi səyahət etdiyin yerdən çox, səyahət etdiyin insanlardır.